Hansı nümunədə altından xətt çəkilmiş sözlər ismin eyni halında işlənmişdi? 1. Gözləri ov üstünə atılan yırtıcı gözü kimi parıldadı. Burada gözləri adlı halda isimdir, onun gözləri. Burada yırtıcı gözü, yırtıcının gözü, yəni qeyri-müəyyən yəlik haldadır. Deməli, bir olan bəndləri çıxırıq. Anasının təəccüb dolu sərt səsi qızı özünə gətirdi. Anasının səsi adlı haldadır, qızı özünə gətirdi, təsirli haldadır. 2-ni də çıxırıq, 2 harda varsa. Oğlu evə qayıdandan evdəki qayğılar artmışdı. Oğlu adlı haldadır. Nə artmışdı? Qayğılar artmışdı. Yenə adlı halda 3-ü qəbul edirik. Qoca kişi bulaqdan su dolduran qadınları gördü. Suyu dolduran qeyri-müəyyən təsirli hal, təsirli haldadır. Qadınları da təsirli halda. Cavab olur 3-4 C bəndi. Cümlə ilə bağlı yanlış fikri müəyyən edin. İt onun səsindəki mehribanlığı hiss edib, qabaq ayaqlarını üzəngiyə qoydu və ağlayırmış kimi için-için zingildədi. A bəndi. Bütün cümlə özləri iştirak etmişdir. Təhlil eləyək. Zingildədi nə? İt. Onun səsindəki mehribanlığı hiss edib, qabaq ayaqlarını üzəngiyə qoydu. Nəyi? Ayaqlarını, hansı ayaqlarını qabaq? Səsindəki mehribanlığı hiss edərək qoydu. Zərflik. Səbəb zərfliyi niyə qoydu? Belə hiss etdiyi üçün, mehribanlığı hiss etdiyi üçün qabaq ayaqlarını üzəngiyə qoydu. Nəyə qoydu? Üzəngi bu da əşyanın özünü bildirir. Necə nəzürünə tərzdə qoydu? Ağlayırmış kimi, için, yenə tərzdə zərfliyi. Mübtəda var, tamamlıq var, təyin var, xəbər var, zərflik var, doğrudur. Zərfliyin 2 məna növünə aid nümunə var, bəli. Səbəblə tərz hərəkət zərfliyi var, doğrudur. Cümlə özlərindən biri həmcinsdir. Xəbərlər həmcinsdir, doğrudur. Feili birləşmə səbəb zərfliyi vəzifəsindədir, doğrudur. Hissi. Onun səsindəki mehribanlığı hiss edib, doğrudur. İsmi birləşmə təyin kimi işlənir. Buradakı ismi birləşmə feili birləşmənin asıl tərəfindədir. Yəni müstəqil deyil. Ona bu səhvdir. Cavab olur Y variantı. Hansı cümlədə cümlə özünün əlavəsi işlənmişdir? O, məktəbdə təzəllik etməyi, adamlara sataşmağı, müsahibənin utandığını görəndə gülməyi çox sevərdi. Burada əlavə yoxdur. Göz işlədikcə uzanan düzlərin üzərinə yorğan kimi sərilən qar nazilir. Bəzi yerlərdə yumşalıb xalxal olurdu. Yenə həmcinslik var burada. Əlavə yoxdur. Ətrafdakı ağaclar, çayın üzərindəki dəmir körpü, yolun kənarındakı qoşa çinar belə mənə əziz və mehriban gəldi. Bu cümlədə də əlavə yoxdur. Nəzər kişi məsələnin nə yerdə olduğunu o saat başa düşdü, özünü itirmədi, necə cavab verəcəyini götür-qoy etdi. Yenə burada həmcinslik var, əlavə yoxdur. Bakıya qonaq gələn turistləri Nazim müəllim, turizm şirkətinin məsul nümayəndəsi qarşıladı. Kim qarşıladı? Nazim müəllim. Nazim müəllim kimdir? Turizm şirkətinin məsul nümayəndəsi. Bax, fikirsin, bu bütövlükdə Nazim müəllimin əlavəsidir. Sualın cavabı olur Y variantı. Alicənab adamlar cəsarətlə deyilən sözü heç vaxt ləyaqətsizlik hesab etmirlər. Cümləsi ilə bağlı yanlış fikri müəyyən edin. Təyinlərdən biri feili sifət tərkibinə ifadə olunub. Bax, alicənabda təyindir. Cəsarətlə deyilən sözə aid olduğu üçün bu da təyindir. Deməli, 2 dənə təyin var. Onlardan biri cəsarətlə deyilən feili sifət tərkibinə ifadə olunub. Doğrudur. Müəyyən şəxs sadə cümlədir. Bəli, mübtəda var, xəbər var. Bütün cümlə özləri iştirak edir. Xəbər, mübtəda dedik. Sözü tamamlıq, heç vaxt zərflik, doğrudur. Mübtəda mücərrəd isimlə ifadə olunub. Adamlar burada konkret isimli mücərrəd deyil. Xəbər indiki zamanda işlənmiş feillə ifadə olunub. Bəli, xəbərdə hesab etmirlər. İndiki zamanda işlənmiş feillə ifadə olunub. Doğrudur. Bizdən yanlış fikir istədiyinə görə sualın cavabı olur D variantı. Biri həmcins cümlə üzvü deyil. Həmcins üzvlü cümlə deyil. Biri həmcins üzvlü cümlə deyil. A bəndi. O, dizləri üstündə dikəldi. Getdikcə uzalan bir səslə dualar oxumağa başladı. O dikəldi, oxumağa başladı. Həmcins xəbərli cümlədir. A bəndini çıxırıq. Mahmud ağa nəsə yazırdı. Bədahətən söylənən qəzələ tələsik qınyaza tərcümə edirdi. Həm yazırdı, həm tərcümə edirdi. Buna həmcins üzvlü cümlə deyə bilərik. Qızlar artıq yerdə, çayın şırıltı ilə axan sahilindəki daşların üstündə oturmuşdular. Harada oturmuşdular? Yerdə. Yer aradı, çayın şırıltı ilə axan sahilindəki daşların üstündə. Bu da yerdə zərfliyinin əlavəsidir. Həmcins cümlə deyil.
Bu yerlərdəki salxım söyüdlər, sərvlər qəribə bir təzadla bir-birinə qarışırdı. Söyüdlər, sərvlər bir-birinə qarışırdı. Həmcins üzdür. Çıxırıq. Paltarları ora-bura çevirir. Quryanlarını yığıb səliqə ilə qatlayırdı. Paltarları çevirir. Səliqə ilə qatlayırdı. Həmcins xəbərli cümlədir. Cavabımız olur C variantı. Bu cümlədə yer zərfliyinin əlavəsi işlənmişdir. Yəni həmcins üzlü cümlə deyil. Cədvəldəki uyğun nümunələri müəyyən edin. Ümumi şəxsli cümlədir, qeyri-müəyyən şəxsli cümlədir. Xəstələnmək istəməyən adamlar nazik geyinməzlər. Kim? Adamlar geyinməzlər. Bu ümumi şəxsli cümlə deyil, düzdür? Bu müəyyən şəxs cümlədir. Bir olan bəndləri çıxırsınız. Bayram tətili günlərini evdə oturmaqla keçirməzlər. Bu hər kəsə aiddir, ümumi şəxsli deyil. Xalqın belə kədərli günlərdə əyləncə təşkil etməzlər. Yenə bu hər kəsə aiddir. Hökm burada hər kəsə aiddir. Edilən yaxşılığa nankörlüklə cavab verilməzlər. Yenə burada hökm hər kəsə aiddir. Ümumi şəxs cümlədir bu. Qeyri-müəyyən deyil. Qalan valideynlər də uşaqlara axtarışa başladılar. Kim? Valideynlər müəyyən şəxs cümlədir. Deyilənlərə görə bizi əzəmiyyətə göndərəcəklər. Hökm və hərəkət qeyri-müəyyən şəxslərə aiddir. Cavabımız olur 2, 3, 6, B variantı. Hansı cümlədə qayıdış növdə olan feil işlənib? Qıvrıla-qıvrıla çəmənlik nöqtasından keçib kəndə doğru uzanan cığırdakılar onu gözləyirdilər. Bu cümlədə qayıdış növdə olan feil varmı? Xeyr. Yəni qıvrılmaq burada qayıdış növdə deyil. Ona görə bunu çıxdıq. Başını azacıq qaldırıb küncdə qısılıb oturan qızı görəndə utandığından tez gözlərini aşağı indirdi. Qısmaqdan qısılmaq, bax burada qayıdış növdədir. Cavabımız olacaq B variantı. İndi onu saray adətlərinə əməl etmək yox, fikirləşdiyi işin gedişi hər şeydən çox maraqlandırırdı. Qayıdış növdə olan feil işlənməyib. Cavad xan başda olmaqla Gəncəlilər əllərinə silah alıb ruslarla vuruşanda gözlərinə inanmadılar. Burada da qayıdış növdə olan feil işlənməyib. O da başını yüngülcə tərpətməklə mənimlə eyni fikirdə olduğunu bildirmək istəyirdi. Burada da işlənməyib. Cavabımız oldu B variantı. Qısılmaq sözü qayıdış növdə olan feildir. Hansı sırada bütün sözlərin yazılışı səhvdir? Refleks düzdür. Yəni səhv deyil, düzdür. Sərv-qamətdir, səhvdir. Vəhdət düzdür. Kimono olmalıdır, hürufilik olmalıdır, fəhmli, isiz olmalıdır. Yamyaşıl səhvdir, sindrom səhvdir, rəngsaz düzdür. Onurğa olmalıdır, profil düz, müttəfiq düz. Memar düz, qiraət səhv, inhisar düz. Hər üçü səhv olan B variantı. Sualın cavabı olur B. Uyğunluğu müəyyən edin. Eyni köklü sözlərdir. Eyni sözün müxtəlif formalardır. Eyni köklü sözlər kökü düzəltmə olan, eyni kökdən düzələn düzəltmə sözlərdir. Kökü düzəltmədə kökü eyni olan düzəltmə sözlərdir. Eyni sözün müxtəlif formalarda kökü eyni olan hal şəkli qəbul etmiş müxtəlif sözlərdir. Baxaq görək. Yaraşıq, yarıq, yarğan. Yaraşıq sözü yarıq və yarğanla eyni köklü deyil. Eyni formada da deyil. Dəmli, dəmləmək, dəmkeş, hər üçün kökü dəm olan düzəltmə sözlərdir. Bunu eyni köklü sözlərə aid edirik. Saralmaq, sarılıq, sarışın, saralmaq sözü digərlərlə eyni köklü deyil. Ona görə bunu çıxırıq. Həyətdir, həyətdə, həyətim eyni sözün müxtəlif formalardır. Olur bu. Cavab 1B, 2D, D variantı. Hansı cümlələrdə ədat işlənməyib? 1. Etiraf edim ki, bəzən bu hal məndə bir əyləncəyə dönürdü. Bax, bir sözü ədatdır. O, yalnız mənim könlümü sındırmamaq üçün bizə gələrdi. Yalnız ədatdır. Hər üçümüz bu rayondanaq, ancaq ayrı-ayrı kəndlərdən. Bu cümlədə ədat işlənməyib. Əlbəttə, indikindən daha mühüm vəzifəyə təyin edəcəklər. Daha sözü ədat. Sonra digər qonaqları da süfrəyə dəvət edib çay süzdüm. Bu cümlədə ədat işlənməyib. Cavab olur 3-5, yalnız 3-5 B variantı. Mətndəki obrazlarla bağlı düzgün fikirləri müəyyən edin. Pənahəli bəy, bir də Racaya aid xüsusiyyətlər verilib. Gəlin görə onlardan hansı doğrudur. Problemi güc tətbiqi ilə həll etmək istəyir. Buna doğru kim yanaşa bilərik? Niyə? Çünki Nadir Şah almazı necə ala biləcəyini soruşanda Pənahəli bəy deyir ki, Racanın başı ilə birlikdə, deməli bu güc tətbiqi həll etmək istəyir. Bu doğrudur.
Şahın yaxınlığından sui-istifadə edir. Mətndə belə bir söhbətdən, belə deyək ki, belə hadisədən, situasiyadan söhbət getmir. Heç bir sui-istifadə məsələsinə toxunulmayıb. Yaltaqlıqla mövqe qazanmağa çalışır. Bu, ümumiyyətlə, mətndə heç bir obraza aid deyil. Racaya baxırıq. Ölkənin müstəqil olmasına tərəfdardır. Xeyr, o istəyir ki, Nadir Şah Hindistanda qalsın. Şöhrətpərəstdir. Bəli, şöhrətpərəstdir. Yəni, Hindistanda vəziyyət, yəni o Pənahəlinin dediyi də kimi bu qədər xalqın ac olmasına var, amma xəzinə olduğu halda bu qədər xalq necə acdır? Yəni bu şöhrətpərəstdir ki, başında almaz qoyub gəzdirir. Bir çox nökərləri var. Hətta onu Nadir Şah saraya dəvət eləyəndə, yəni bu qədər zadəganın içərisindən bunun seçilməsi ovqatını xoş eləyir və s. Bunu qəbul edə bilərik. Siyasi nəzakət nümayiş etdirir. Yəni filin üstündə getmir, kəcavənin üzərində gedir. Yəni birdən deyər ki, bəs hökmdarın xoşuna gəlməz də, mən filin üstündə gedirəm və s. və s. Cavab olur 1, 5, 6 Y variantı. Mətnə görə cədvəldəki düzgün fikirləri müəyyən edin. Doğrudur, yanlışdır. Buradan doğrunu, buradan yanlışı götürürük. 1. Hindistanda insanların yaşayış vəziyyəti acınacaqlıdır. Tamamilə doğrudur. Bax, bu hissədə biz buna görə bilirik. Nadir Şah ətrafındakı adamın heç birinə güvənmir, Pənahəliyə güvənir. Bu səhvdir. Nadir Şah Racanı Hindistan nümayəndə təyin etmək istəyirdi. Xeyr, onun başındakı almazı götürmək istəyirdi. Raca almazın heç kimi tapa bilməyəcəyi yerdə gizlədir. Təbii ki, bu da yanlışdır. Hamı bilir ki, onun başında gəzdirir də, gizlətmir. Düz əksinə almazı nümayiş etdirir. Yəni bir növ şöhrətpərəstlik eləyir. Bu səhvdir. Raca Nadir Şah qıcıqlandıracaq hərəkətə yol vermək istəmir. Bəli, filin üstündə saraya getmir. Bu doğrudur. Nadir Şahın məqsədi Hindistanda məskən salmaqdır deyil. Nadir Şahın məqsədi nə idi? Var dövlət əldə etmək idi ki, Hindistana da zənginlik əldə etmək üçün gəlib. Bu da səhvdir. Yəni, buradan doğrunu götürürük, buradan yanlışları götürürük. Cavab 1, 4, 6 B variantı. Mətnə görə səbəbini dəqiq müəyyən etmək olmur. 1. Nadir Şahın başqa ölkəni talan etməsinin səbəbi nə idi? Var dövlət əldə etmək. Nadir Şahın Pənahəli bəyə olan güvəninin səbəbi mətndə var. Xeyr, mətn üzərində tabii sadə deyir ki, Pənahəliyə güvənir, o qiymətli əşyaları ona həvalə eləyir. Bu yoxdur. Pənahəlinin təəccübünün, bəli, orada təəccüb edir ki, bu boyda Hindistanın var dövləti var. Bax, amma ən qəribəsi o idi ki, bu qədər xəzinə sahib olan ölkənin cəmaatı lütüryan və acı idi. Onun təəccübünü müəyyən eləyə bilirik. Bunları müəyyən eləyə bilirik, amma bunu eləyənmirik. Nadir Şahın Racanı saraya dəvət etməsinin səbəbi nə idi? Almazı nədir? Onun əlindən olmağı. Cavab nə olur? Yalnız 2 D variantı. Mətnə əsasən boşluqların yerinə yazıla biləcək cümlələrin ardıcıllığını müəyyən edin. Bax, buradakı boşluqlar budur. Qeyd eləyək. Burada nə gəlir? Pənahəlinin burada təəccübü var da, düzdürmü? Biz bunu yaza bilərik. Mənzərənin bu qədər təzadlı olmağı insanı heyrətə gətirməyə bilməzdi. Yəni, ölkədə var dövlət daşqaş çoxdur, amma ac yalavac insanlar da çoxdur. 2-ni qoyuruq bura. Qoşun geri dönməyə hazırlaşanda Nadirə xəbər çatdırırlar ki, şəhərdə çox qiymətli almazı olan bir raca var. Həmin almazın qiymətini təyin etmək hələ heç kimə qismət olmayıbmış. Bunu qoyduq bura. Yox, bu siyasət olmadı. Siyasət ayrı şeydir. Ən müdrik hökmdarlar yaxşı bilirlər ki, başı pambıqla kəsmək lazımdır. Bax, siyasət budur. Burada da öz torpağımız özümüzə bəsdir. Bizi bu səfərə məcbur eləyən köhnə müqavilələrin əməl olunmamasıdır. Bunu da yazırıq bura. Cavab olur 2, 4, 3, 1 A variantı. Hansı cümlədə mətndə üzərində rəqəm yazılmış sözlərdən heç birinin mənasına uyğun söz işlənməmişdir? Əvvəlcə üzərində rəqəm yazılmış sözləri müəyyənləşdirdik, sonra baxırıq. Burada fikirsiz zadəganlar buradadır. Sonra tərəddüd, nifaq, lütfkarlıq buradadır. Bir də müqavilə buradadır. İndi baxaq görək. İləri getməyimə mane olan ən böyük qüsurum qətiyyətsizliyimdir, tərəddüdümdür deyə bilərik. Düzdürmü? Bunu 2-ni qeyd elədik bura. Az zaman ərzində yaşanmış səmimiyyət heç kim gözündən qaçmadı. Var mı burada?
Zadəgan, nifaq, lütfkarlıq, müqavilə yoxdur hələ ki. Bu əsilzadələrin nümunə davranışı tezlə hər yerdə əks-səda doğururdu. Zadəganlar, əsilzadələr, bunu deyə bilərik bura. 2, 1. Dövlətlər arası imzalanmış saziş, müqavilə deyə bilərik, düzdür. Həsənin qardaşı ilə arasında yaranmış ixtilaf, nifaq, bunu deyə bilərik. Nə oldu cavab? Deməli, B variantında, yəni verilən üzərində rəqəm yazılmış heç bir sözə uyğun, mənasına uyğun bir söz işlənməyir. Cavab olur B. Altından xətt çəkilmiş cümləni mətnin səciyyəvi üslub xüsusiyyətlərinə uyğun zənginləşdirməklə yenidən yazın. Bax, bu cümlə altından xətt çəkilmiş cümlə hansıdır? Ona görə də Nadir Şahın dəvətini eşidəndə sevindi. Bax, belə bir şey haşiyə çıxın. Bu tipli cümlələrdə çalışın, yəni yerli məcazilikdən məcaziləşdirmə aparın. Yəni, nə gəldi məcazi mənalı söz yazım, cümləni mən üslubu xüsusiyyətinə görə zənginləşdirdim, xeyr. Yəni, obrazlıq, ədəbiyyat bu əsər, bu mətn bədii üslubda, düzdür? Bədii üslub nədir? Həyatı obrazlı şəkildə əks etdirən söz sənəti, ədəbiyyat, düzdürmü? Yəni, bu, belə deyək ki, qulağa oxşamalıdır, gözə oxşamalıdır. Yəni, elə məcazilik seçsin ki, bunu oxuyan, nətər deyim, zövq alsın. Yoxsa, nə gəldi məcazilik yazırsa, əvvəlki sualları yoxlayanda baxırsan ki, nə gəldi, ay it kimi sevindi, pişik kimi sevindi, neynədi, belə məcazilikdən söhbət getmir. Yəni, burada, məsələn, sevindi sözü necə əvəz eləyə bilərik? Məsələn, çiçəyi çırtladı, düzdür, qanad açıb uçdu, sevincindən uçdu və s. bu formada. Yəni, bunu daha çox uyğun şəkildə obrazlaşdırın, yəni, belə deyək ki, üslubu xüsusiyyətini zənginləşdirib yazın. Yəni, bunu daha uyğun şəkildə, daha çox feillər məcaziləşə bilir, obrazlaşa bilir, daha çox buna yönəlin siz. Yəni, belə qeyd edilir. Ona görə də Nadir Şahın dəvətini eşidəndə, Nadir Şahın dəvətini eşidəndə, məsələn, qeyd edilə bilər ki, çiçəyi çırtladı. Çiçəyi çırtladı. Və yaxud yaza bilərik ki, qanad açıb uçdu. Qanad açıb uçdu və s. Bu şəkildə obrazlıq, yəni məcazilik, üslubu xüsusiyyətinə görə məcazilik əlavə edib zənginləşdirə bilərik. Nadir Şah və Raca hər ikisi bir-birinə qarşı ehtiyatlıdır. Fikrinin doğruluğunu mətnə görə əsaslandırın. Nadir Şah, Raca. Nadir Şah nə eləyir? Almazı əldə etmək istəyərkən ehtiyatlı davranır və onu saraya dəvət edir. Düzdür, yaza bilərik ki, Racadan almazı almaq üçün onu saraya dəvət edir. Saraya dəvət edir. Yəni, Pənahəlin dediyi kimi gücdən istifadə etmir. Raca isə nə edir? Nadir Şahı qıcıqlandırmamaq üçün saraya filin üstündə yox, kəcavəsində edir. Saraya filin üstündə yox, kəcavəsində gedir. Kəcavəsində gedir. Bax, bu kimi cavablar yazıb sualı cavablandıra bilərik. Mətndə əvvəlində işarə qoyulmuş ifadələrin mənası müəyyən edib yazın. Əvvəlində işarə qoyulmuş ifadələr gözü doymur, dişi bağırsağını kəsirdi, ağzı açıla qalmış. Gözü doymur nədir? Tamahkarlıq eləyir. Məsələn, tamahkarlıq eləmək. Tamahkarlıq etmək. Tutaq ki, acgözlük etmək yaza bilərik. Acgözlük etmək və s. Dişi bağırsağını kəsirdi, hirslənmək, əsəbiləşmək yaza bilərik. Sonra daxildən əsəbi hal keçirmək, hirsini bir üzə verə bilməmək və s. qeyd edə bilərik. Ağzı açıla qalmaq, heyrətlənmək və yaxud yaza bilərik təəccüblənmək. Təəccüblənmək kimi də cavablar yaza bilərik. Və buna uyğun fikirlər yazıb sualı cavablaya bilərik. Mətnə əsasən Nadir Şahın davranışlarına uyğun gələn fikri müəyyən edin və fikrinizi əsaslandırın.
Amal uğrunda ölmək əbədi yaşamaqdır. Məqsəd vasitəni doğruldur. Birincini yox, ikincini seçirik. Niyə? Çünki məqsədi Hindistandan zənginlik əldə etmək və öz ölkəsini maliyyə baxımından gücləndirməkdir. Yəni məqsəd vasitəni doğruldur. Yəni ölkəsini gücləndirmək istəyir. Ona görə də ölkələri digər ölkələrə hücum edir, talan edir. Ölkələri talayır, döyüşlərə girir və məqsədinə çatmaq üçün zorakılıqdan istifadə edir. Və yaxud da racaya hiylə ilə yanaşır. Yəni məqsəd vasitəni doğruldur. Qeyd edə bilərik ki, ölkəsini zənginləşdirmək üçün yaza bilərik. Ölkəsini, xəzinəsini doldurmaq üçün başqa ölkələrə hücum edir. Yəni məqsədi nə idi? Xəzinəsini doldurmaq idi. Yəni ilk abzasda deyir ki, xəzinəni son qəpiyinə qədər xərcləyib ordunun döyüş hazırlamışdı. Sonra da Hindistana hücum eləmişdi. Və bunu da ora qeyd edə bilərik. Başqa bir əsaslandırma da yaza bilərik. Racadan, bura qeyd eləyək, racadan almazı almaq üçün onu saraya dəvət edir kimi fikirlər də yazıb sualı cavablandıra bilərik. Nadir Şah obrazına əsasən cədvəli tamamlayın. Xarakteri xüsusiyyəti mətndən buna aid nümunə. Nitqi ilə əməli ziddiyyət təşkil eləyir. Bax, burada bir dənə racanla söhbətinə fikir verin. Bax, bu hissəyə. Hörmətli raca, bizim başqasının malında gözümüz yoxdur. Öz torpağımız özümüzə bəsdir və s. Başqasının malında gözün yoxsa racanı saraya niyə dəvət edib onun almazını almaq istəyirsən? Qeyd edə bilərik bunu? Bəli. Başqasının malında gözümüz yoxdur deyib, başqasının malında gözümüz yoxdur deyir, amma Hindistana var dövlət yığmaq üçün hücuma keçir. Racanın əlindən almaq üçün onu nədir? Saraya dəvət edir və s. Bunu mütləq qeyd edirsiniz. Nitqi ilə əməli ziddiyyət təşkil edir. Başqasının malında gözümüz yoxdur deyən Nadir Şah var dövlət yığmaq üçün Hindistana nədir? Səfər edir, yəni hücuma keçir, Hindistanı talayır. Racanın əlindən də almazı almaq üçün saraya dəvət edib hiləyə əl atır. İkinci, hər kəsə eyni dərəcədə etibar etmir. Bəli, bunu da Pənahəlinin simasında görə bilərik. Pənahəli bəyə etibar eləyərək var dövləti belə deyək ki, daşqaşları ona tapşırdı. Bax, bu hissədə, bura baxın. Deyir ki, bahalı əşyaları növlərə artdırmışdı. Ən qiymətlərini keşiyini çəkməyi, qorumağı yalnız Pənahəli bəyə tapşırmışdı. Bunu da qeyd edə bilərik. Yəni, Nadir Şah ətrafındakı bəzi adamların da dişi bağırsağını kəsirdi. Qeyd edə bilərik ki, ən qiymətli əşyaların keşiyini çəkmək üçün yalnız Pənahəliyə tapşırıb. Ən qiymətli əşyaların keşiyini çəkməyi yalnız Pənahəliyə tapşırır. Bu kimi fikirlər yazıb suala cavablandıra bilərik. Mətnin tərkib hissələri ilə bağlı doğru fikir müəyyən edin. A bəndi. Əsas hissədəki abzaslardan biri üslubuna görə digər abzaslardan fərqlənir. Mətndə belə bir abzas yoxdur ki, əsas hissədə. Üslubuna görə digərlərindən fərqlənsin. Nəticə hissədə məntiqi arıcılığı pozan cümlə əslində giriş isahətdir. Bu hissədə elə bir cümlə yoxdur. Əsas hissədə abzasların ikisinin yeri dəyişməlidir. Mətndə yeri dəyişməli olan yox, əslində bitişməli abzas olan var, yəni birləşməli. Yer dəyişməli, yəni iki abzasın yeri dəyişməli, belə bir fikir yoxdur. Dördüncü abzas tarixə şahidlik edən Vezuvi yarımbaşlıq adlandırıla bilər. Əslində bu abzas, yəni dördüncü abzas 1, 2, 3, 4. Yəni bu abzasda fikir versəz, burada elə bir şey yoxdur ki, deyək ki, bu tarixə şahidlik edən Vezuvi
vulkan haqqında o qədər elə məlumat yoxdur. Yəni biz bunu da səhv götürə bilərik. Gəlirik Y variantına. İkinci və üçüncü abzasların bir abzas şəklində verilməsi daha məqsədə uyğundur. Bax, cavabımız olacaq bu niyə? Fikir verin, 2 ilə 3-cü abzasda bir-birini tamamlayan mövzular var. Nədir bunlar? İkinci abzasda vulkanın püskürməsindən sonra, bax, deyir ki, Vezüv vulkanın püskürməsi nəticəsində Pompey və Herkulanın şəhəri məhv olmuşdur. Püskürmə o qədər güclü olmuşdur ki, göyə soğurulan vulkan külünün bir hissəsi Yunanistan ərazisində də çatmışdır. Bu barədə Thessalonikadakı Aristotel Universitetindən olan mütəxəssislər məlumat vermiş ki, Yunanistanlı tədqiqatçıların sözlərinə görə bax, bir-birini tamamlayır. Düzdür, mütəxəssislər tədqiqatçıların sözlərinə görə eramızdan əvvəl 79-cu ildə baş vermiş bu vulkan püskürməsindən sonra vulkanik tullantıların qalıqları Vezuvidən 650 kilometr məsafədə olan Migdoniya gölü rayonunda tapılmışdır. Yəni, gördüyünüz kimi, buradakı fikirlər demək ki, bir-birini həm məna cəhətdən, həm də məzmun cəhətdən tamamlayır. Bu sualın cavabı olur Y variantı. Mətnin tezislərinə aid edilə bilməz. Verilənlərə baxaq görə hansılar mətndən tezis kimi verilə bilməz. Vezuvi dağı tək təhlükə mənbəyi yox, həm də pənah yeri də olmuşdur. İlk abzası nə göstərir bunu? Deyir, Spartak eramızdan əvvəl 73-cü ildə Kapua şəhərindəki Gladiator məktəbindən qaçan 77 dostu ilə birlikdə məhz Vezuvi dağına sığınmışdı. Bunu doğru qəbul edirik və harada bir varsa çıxırıq. Vezuvi vulkanın keçmişdə püskürməsi ilə bağlı müxtəlif fərziyyələr var. Xeyr. Konkret orada fərziyyə yox. Nədir? Faktlar var. Düzdür. Bunu da çıxırıq. Yəni, bunlar danışanda faktlar əsaslanırlar. Mütəxəssislərin təbii fəlakətlərə aid proqnozları üst-üstə düşmür. Düşür. Niyə burada elə səhv belə uyğunsuzluq yoxdur ki, uyğunsuzluq yaransın. Vezuvi vulkanı dünyanın ən təhlükəli vulkanlarından biridir. Mətndə belə bir cümləyə bunu əsaslandıracaq bir iddia yoxdur ki, dünyanın ən güclü vulkanlarından və təhlükəlilərindən biridir. Fakt yox ki, bunu əsaslandıra bilək. Vulkanik tullantı qalıqları yüzlərlə kilometr məsafəyə yayılır ki, bax, bunu da əsaslandıra biləcək faktımız var mətndə. 1 ilə 5 mətnin tezisi ola bilər, amma 2, 3, 4 ola bilməz. Ona görə də cavab olur B. Mətnə əsasən gələcəkdə baş verə biləcək vulkanik partlayışın şiddəti nədən asılıdır? Bax, bura fikir verin bu hissəyə. Deyir, yerin 8-9 kilometr dərində magma növünün araşdırılmasının çox mühüm olduğunu bildirən tədqiqatçılar indiki magmanın tərkibinin 1000 illər bundan əvvəlkinə oxşar olmasını və son dərəcə güclü partlayış meydana gətirəcəyini vurğulamışlar. Deməli, bunun səbəbi nədən asılıdır? Yəni, bunun olacağı nədən asılıdır? Yerin 8-9 kilometr dərindəki magmanın növündən və tərkibindən. Cavab olur C variantı. Mətnə əsasən cədvəldəki düzgün fikirləri müəyyən edin. Doğrudur, yanlışdır, ehtimaldır. Buradan doğruduru seçməliyik. Buradan yanlışdır, ehtimaldırını da buradan seçməliyik. Vezuvi vulkanının püskürməsindən sonra məhv olan şəhərlər Pompey və Herkulanumdur. Bu doğrudur. Mətndə öz əksini tapıb. Vezuvi vulkanının növbəti püskürməsi zamanı heç bir təbii qalxan rolunda olan dağ yoxdur. Və son abzasa fikir verin. Təbii qalxan kimi dayanan Somma dağı sayəsində yüksək risk daşıyan qırmızı ərazinin şimal və şimal-qərbində yaşayan 200 min nəfər qaçmaq üçün daha çox vaxt olacaq. Deməli, bu səhvdir. 2 olan bəndləri çıxırsınız. 1 ilə başlayan saxladıq zaten. Gəlir yanlış olan bəndə. Vezuvi vulkanının püskürməsindən sonra kül yalnız İtaliya daxilində yayılacaq. Yəni, bu hissələrə baxırıq. Təxmin olunan hissələrdə bəli, əsasən İtaliyadan söhbət gedir. Başqa qədimdə Yunanistana qədər gedib çıxıb, amma bu hissədə isə, bəli, bu doğrudur, bunu səhv kimi qəbul etmirik. Vezuvi vulkanının yenə püskürəcəyi təqdirdə insanların həyat təhlükə altına düşməyəcək. Əksinə nə deyir? Vezuvi vulkanının növbəti püskürməsi zamanı 300 min insan öləcəyi bildirirlər. Deməli, bu yanlışdır. Vezuvi vulkanının püskürməsi o qədər güclü olmuşdur ki, Yunanistan ərazisinə qədər kül yayılmışdır. Bu faktdır, ehtimal deyil. Fakt yazırıq, bunu mətndə görürük. Vezuvi vulkanının növbəti püskürməsi 1944-cü ildəki ilə eyni güc və xüsusiyyətlərə sahib ola bilər ki, bu da bu hissədə öz əksini, yəni ehtimal kimi tapır. Bunu ehtimal edirlər ki, bəli, onun araşdırılmasından sonra mühüm bir qərara gəlmək olar. Ehtimal ifadə edilmişdir. Ehtimal. Deməli, biz bunu qəbul eləyə bilərik.
cavabımız nə olacaq? 1, 4, 6, Y variantı. Əvvəlində rəqəm yazılmış hansı cümlə çıxarılsa, mətnin məzmununa xələl gəlməz. Bax, burada fikir verin bu birinci cümləyə. Bu barədə Fessalonikadakı Aristotel Universitetindən olan mütəxəssislər məlumat vermişlər. Yunanistanın tədqiqatçılarının sözlərinə görə eramızdan əvvəl 79-cu ildə baş verən bu vulkan püskürməsindən sonra vulkanik tullantıların qalıqları Vezuvidən 650 kilometr məsafədə olan Migdoniya gölü rayonunda tapılmışdır. Biz bu birinci cümlə, bu qarşısında bir yazılan cümləni çıxara bilərik. Niyə? Çünki ondan sonraki bu cümlədə həmin bu fikir ətraflı şəkildə ifadə olunur. Yunanistan ərazisində də çatmışdır. Yəni bu fikir birlə işarə olunur. Bu cümlədəki fikir bundan sonraki cümlədə dolğun şəkildə ifadə olunmuşdur. Biz bunu mətndən çıxarsaq, mətnin məzmununa xələl gəlməz. Ona görə cavabımız olacaq B variantı. Altından xətt çəkilmiş sözlərin kontekstə əsasən mənası müəyyən edib yazın. Xətt çəkilmiş sözlər iqamətgah və tədqiq etməkdir. Vezuvi Spartakın başladığı üsənin ilk dəfə iqamətgahı olan yerdir. Yəni məskəni, yeri olan, düzdür? Üsyanın ilk dəfə iqamətgahı olan yeridir. Üsyanın məskəni deyə bilərik. Məskən yaza bilərik. Tədqiq etməkdə burada maqma dəyərlərindən çıxan maddələri tədqiq edən Fransa və İtaliya alimləri. Burada tədqiq etmək də nədir? Araşdırmaq, öyrənmək. Düzdür? Araşdırmaq yaza bilərik. Öyrənmək yaza bilərik. Bu formada fikirlər yazıb sualı cavablandıra bilərik. Mətnə əsasən cədvələ tamamlayın. Müddəa və fakt. Müddəa verilib. Alimlər Vezuvi vulkanının gələcəyi ilə bağlı təxminlər irəli sürürlər. Bunu yazırıq və bu mətndə bu hissədən xeyli təxmin yaza bilər. Elə birinci bunu yazaq ki, 1444-cü ildən bəri Susan Vezuvinin partlayacağı halda 700 min nəfərin həyatının təhlükə altında qala biləcəyini bildirirlər. Yaza bilərik bunu, düzdür? Qeyd edək. 1944-cü ildən bəri Susan Vezuvinin partlayacağı halda 700 min nəfərin həyatının təhlükə altında qala biləcəyini bildirirlər. Sonra 1944-cü ildəki partlayışda olduğu kimi ballistik xüsusiyyətdə sahib olacağı halda partlayışın çox şiddətli olmaması ehtimalını ifadə edilmişdir. Bunu qeyd edə bilərik. Sonra Vezuvi püskürmənin miladdan sonra 79-cu ildə baş verən Pompey şəhərini yox edən püskürmə gücündə olmasından ehtiyat edirlər. Bunu qeyd edə bilərik. Vulkanın fəaliyyətə keçəcəyi təqdirdə dağın ətəklərində olan 18 yaşayış arasından yarım milyon insanın köçürülməsi planlaşdırılır. Bunu qeyd edə bilərik. Vulkanın, yazaq bura, vulkanın fəaliyyətə keçəcəyi təqdirdə 18 yaşayış ərazisindən yarım milyon insanın köçürülməsi planlaşdırılır və sair şəklində fikirlər yaza bilərik. Əvvəlində işarə qoyulmuş sözlər əsasında cədvəli doldurun. Əvvəlində işarə qoyulmuş sözlər dağdır, susandır, düzdür? Dağ burada həqiqidir, informativdir, belə deyək. Susmaq da, yəni vulkanın susmağı da nədir? Poetikdir, məcazi. İndi biz bunların əksini yazmalıyıq. Tutaq ki, informativ funksiyada işlədək. Necə işlədək? Arxamda qocaman dağ kimi dayanmışsan. Arxamda qocaman dağ kimi dayanmışam. Və s. belə bilərik. Bir də onun susmağı məni təəccübləndirdi. Yəni bunu da həqqi məndə işlədirik.
qocaman dağ kimi arxamda dayanmışam deyəndə məcazidir, obrazlıqdır, poetikdir. Onun susmağı məni təəccübləndirdi. Burada da həqiqi mənadadır. Bax, bu kimi fikirlər, nümunələr yazıb sualı cavablandıra bilərik. Mətndə nöqtələrin yerinə uyğun fikir yazmaqla cümləni tamamlayın. Nöqtələr buradadır. Vulkanın fəaliyyətə keçəcəyi təqdirdə dağın ətəklərində olan 18 yaşayış ərazisindən yarım milyon insanın köçürülməsi planlaşdırılır. Yaza bilərik. Planlaşdırılır. Və yaxud da düşünülür. Düşünülür. Və yaxud da nəzərdə tutulur. Nəzərdə tutulur və s. Bu kimi fikirlər yazıb sualı cavablandıra bilərik. Mətndə tünd qara hərflərlə verilmiş cümləni uyğun düzəlişlər etməklə yalnız qüsurlu məqamlarda yenidən yazın. Tünd qara hərflərlə verilmiş cümlə budur. Bu dağ İtaliyanın Neapol şəhəri yaxınlığında mövqe tutur və ucalığı 1280 metr olan vulkanik dağdır. Adi informativ cümlədir, düzdürmü? Burada mövqe tutmaq fikir versə, məsələn, qoşun mövqe tutar, düzdür? Yəni, dağ mövqe tutmaz. Ona görə də yaza bilərik ki, mövqe tutmağın yerini, bunu qüsurunu yazırıq, burada yerləşir. Bunu yerləşirlə əvəz eləyə bilərik. Ucalığı yox, onun da hündürlüyü və yaxud da yüksəkliyi. Hündürlüyü və yaxud da yüksəkliyi. Bu şəkildə bunu düzəliş eləyib, normal şəkildə davam eləyə bilərik. Yerdə qalan heç birində sıxıntı yoxdur. Qeyd eləyək. Bu dağ İtaliyanın Neapol şəhəri yaxınlığında yerləşir və hündürlüyü 1280 metr olan vulkanik dağdır. Bax, bu şəkildə düzəliş eləyib cavabı yaza bilərik.